Salamlar, mən Kamran. Bu gün sizlərə Windows 7-nin parolunu qırmağı öyrədəcəm. Deməli, əvvəlcə daxil oluruq proqrama. Burada Enable düyməsi var, ona bir dəfə basırıq və proqramdan çıxırıq. Daha sonra isə yoxlayırıq, gördüyünüz kimi açıldı. Bura, məsələn, parolu yazırıq, gördüyünüz kimi parol səhvdir. Aha, indi burada Shift düyməsini çoxlu basırıq. Gördüyünüz kimi CMD açıldı. Əslində burada CMD yox, daha sonra göstərəcəm nə açılır. Biz bunu proqramla çevirdik və həmin açılan şey dəyişdik, onu CMD ilə əvəz elədik. Proqram bizə burada kömək edir, yerini dəyişmək üçün. Və daha sonra yazırıq net user. Deməli, burada gördüyünüz kimi bir dənə user var, o da testdir adı. Deməli, net user test ara ulduz. Deməli, shift 8, yəni ulduz işarəsini basıb enter basırıq. Deməli, burada parolu qeyd eləməyimizi istəyir bizdən. Məsələn, yeni parolu 5 qoyuruq. Enter düyməsini basırıq və confirm password, yəni təkrar parol, orada 5 yazıb enter basırıq. Deməli, bu söz göründüsə, deməli, komanda yerinə yetirildi. Parol əslində görükmür, amma qeyd olunur. Deməli, CMD-ni bağlayırıq və parola yazırıq 5. Enter basırıq. Gördüyünüz kimi açıldı. Amma yenidən daxil olub disable-a basanda deməli, yenidən yoxlayırıq. Baxın, əgər siz proqrama daxil olub enable düyməsinə basmasanız, yalnız shift-i basanda belə bir şey gələcək. Gördüyünüz kimi bu proqram onun üçündür ki, baxın, açılan bu pəncərəni gördüyünüz kimi açılan bu pəncərəni CMD ilə əvəz eləsin. Bu günlük bu qədər. Sağ olun.